7 yaşdan namaz qıldır, o saat 7 yaşda uşaq nə bilir namaz nədir? Mən onu əvvəldə demişəm. 7 yaşda uşaq nə bilir təhsil nədir? Nə bilir, niyə durğuzursan səhər uşağı? Qoy yatsın, uşaq nə başa düşür təhsil nədir? Uşağa təhsilin əhəmiyyətini başa sala bilməzsən. Geçsin, oxusun, öyrənsin. Məsələn, 15 yaşa çatanda özü başa düşəcək. Amma onu indi anlatmağa ehtiyac. 7 yaşdan dur dərsə get, vəssalam. Yox, oturub fəlsəfə asasan, oğlum, elmin əhəmiyyəti, o başa düşmür, sən nə danışsın? O hələ hərif öyrənir, onu məcbur eləməlisən. 7 yaşdan dur namaz qıl. Zorla döyə-döyə yox, təşviq eləyin 7 yaşdan. Nə başa düşür, qoy başa düşməsin. Amma əmr alsın indidən, ruhunda bir zəmin yaranacaq. Namaz özü başa salacaq ona namaz nə üçün. Yox, sən başa salasın, o başa... Yox, tədricən qıldıqca namaz özü sirlərini açacaq ona. Artıq bir yaşa çatanda namaz özü deyəcək mən nə üçünəm. Qoy əvvəl başa düşmədən ibadət eləsin. Sadəcə əmr kimi ibadət eləsin. Ona görə də əs-salat əmududdin. Namaz dinin sütunudur. Çünki əmrdir. Əmrdir, gündəlik əmrdir.